Əslində bunu mən belə dəyərləndirərdim ki, qadın dəyişsə bir cəmiyyət dəyişər. Yeni bir cəmiyyət formalaşdırırsınız əslində və dəyişən, çalışan, potensialı olan insanları daha çox götürüb və onlara da belə deyim, yatırım edirsiniz hardasa. Bəli. Bu da onun inkişafına gətirib çıxarır. Bəs Afət xanım, heç olubmu ki, mən bu işi niyə görürəm deyəsiz və işləmək istəməyəsiz? Can Aytəğam, elə olmayıb çünki mən işimi çox sevirəm. Amma yorulmaq təbii ki, yorulduğum məqamlar olub. Sadəcə olaraq fiziki yorğunluqdur. Ki, durmadan rutində. Bunun üçün də düşünürəm, ildə bir dəfə ki, istirahət həmişədən verilib dədə-babadan. Bir ay məzuniyyət. O məzuniyyətdən sonra artıq o duyğu keçir, tam rahat sən fəaliyyətə başlamaq istəyirsən. Bir məzuniyyət bəs edirsən. Bir məzuniyyət bəs edir. Afət xanım, bir qadın özünü qurmaq üçün hardan başlamalıdır? Deməli, Aytən xanım, qadınlarımızın çətinlik çəkdiyi yer qərar verməkdir. Qərar. İnsan arzulardan ibarət varlıqdır da. Balaca, böyük, kiçik arzularımız çoxdur. Arzuların içindən əsas nəyi istəyirəm? Onu seçib də o arzunu hədəf olaraq qoyduğu anda siz insan hərəkətə gələndə niyyəsini bilməlidir. Niyyəsini bilmiriksə, mən bunu niyə edirəm? Onda biz onu etmək istəmirik. Amma niyə o ki, içəridəki güclənmiş arzu ki var, istək ki var, yaratmaq istəyi. Yaratmaq istəyi. Mən düşünürəm ki, bütün qadınların daxilində o yaratmaq istəyi var. Nə istədiyini bilsin, biləndən sonra. Nə istədiyini bilsin. Yəni, niyə, bilirsiniz necə, mən nəyi müşahidə edirəm? Sən bir fəaliyyətə başlayırsan, tutalım ki, o qərarı verdin, niyəni bildin, hərəkətə keçdin. Bu mərhələdə sənin hara gedəcəyini gördüyün bir təsəvvürün olmalıdır. Bəli, təsəvvür çox önəmlidir. Çünki yolda rastlaşacağın çətinliklər məhz o təsəvvürün və artıq sən nə edirsən, niyə edirsən, bu sualların cavabı sənin daxilində varsa, o çətinliklərin öhdəsindən çox asanlıqla gəlsən və çətinliklərə çətinlik kimi yox, orada dərs kimi baxırsan. Sən baxışın dəyişir. Ki, hə, okey, bunu da mən dərsdə aldım və davam edirsən. Əslində nə istədiyini bilirsən. Nə istədiyini bilirsən. Hara getmək və nə istədiyini tam olaraq bilirsən. Burada bir də köməyimizə çatır nə istədiyimizi bilmək, inam. İnanmalısan. İnanmalısan. Bəzən elə olur ki, sənin hədəfin uzaq və böyük olur. Böyük olan hədəflərdə olur ki, əgər təsəvvürün tam deyilsə hədəfindən bağlı və hədəfin böyükdür, düşünürsən ki, birdən alınmaz, birdən çatmaram. Bu an inamın səni aparır ora. Sənin təsəvvürün və inamın. Hə, təsəvvür və inamın səni aparır ora.